Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti pisləşib. Xəbər verilir ki, aktyor xəstəxanaya yerləşdirilib. Aktyorun vəziyyətinin orta ağır olduğu bildirilir. Allah şəfa versin, yaxınlarının əzizlərindən səbir diləyirik. Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə efirlərin birində qonaq olub. Xəbər verilir ki, veriliş zamanı sənətçi keçmişdə ciddi sağlamlıq problemi ilə üzləşdiyini açıqlayıb. Tacir Şahmalıoğlu bir dövr səsinin batması təhlükəsi ilə üz-üzə qaldığını və bu səbəbdən çətin günlər yaşadığını etiraf edib. Mövzu ilə bağlı oğlu Şahmalıla diqqət çəkən açıqlama verib. O, atasına qarşı xüsusi həssaslıq göstərdiyini bildirib. Məclislərdə atıma verilən çayı əvvəlcə özüm içib yoxlayıram. Bu, mənim borcumdur. Atama görə səsimi fəda edərəm. Şahmalının bu sözləri studiyada maraqlı anlara səbəb olub. Ata oğlunun səmimi münasibəti və qarşılıqlı dəstəyi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, açıqlamalar sosial şəbəkələrdə də geniş müzakirə olunub.